İşsiz şəxslərə isə mal-qara veriləcək. Bax, belə bir məsələ var. Belə deyək, özünü məşğulluq proqramı ilə bağlıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi özünü məşğulluq layihəsi çərçivəsində Agrobes şirkəti ilə nəhəng bir müqavilə imzalayıb. İqtisadiyyatazın məlumatına görə müqavilənin ümumi dəyəri 66 milyon 150 min manatdır və müqavilədə kənd təsərrüfatı heyvanlarının və digər malların alınması və özünü məşğulluq layihəsi çərçivəsində təchizatı satın alması nəzərdə tutulur. Amma agentlik əvvəlki ildə aşağıdakı mal-qaranı sifariş edib, təsəvvür 3 yaşa qədər diri çəkisi minimum 265 kilo olan 14.400 inəyin. Təsəvvür edin ki, burada inəyin yaşını kim müəyyənləşdirir? 2-4 yaş arası, nə bilim, qoyun və s. Yəni, bu kimi layihələr ona görə də cəmiyyətdə bəzən, məsələn, o haradasa bir nəsə çatışmazlıq olan da deyirlər, məşğulluqdan verilən filan şey. Bax, elə bir assosiasiya yaradır insanların düşüncəsində.